Noyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə universitetin rektoru Dosent Rüfət Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, universitetin professor müəllim heyəti və tələbələr iştirak ediblər. Mərkəzin açılışında çıxış edən rektor Rüfət Əzizov mərkəzin əsas məqsədindən danışaraq, onun tələbələrin, müəllimlərin və gənc tədqiqatçıların yeni ideyalar üzərində birgə işləməsinə, yaratmasına və inkişaf etməsinə şərait yaratmaq olduğunu deyib. Mərkəzdə demək olar ki, bir innovativ məhsulun hazırlanması üçün bütün imkanlar tələbələr üçün yaradılmışdır. İlk növbədə biz burada əsas fərqlilik ondan ibarətdir ki, birinci hissədə tələbələr öz dizaynlarını edirlər, öz məhsullarının dizaynlarını edirlər. Burada onlar üçün müxtəlif softwarelərdən istifadə etmək üçün bir laboratoriya mövcuddur. Ondan sonra həmin o prototipləri çap etmək üçün ayrıca bir mexaniki hissələrin hazırlanması laboratoriyası mövcuddur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında agentliyin ölkədə rəqəmsal transformasiya və innovasiya ekosisteminin genişləndirilməsinə xüsusi önəm verdiyini deyib və mərkəzin işinə uğurlar arzulayıb. Bu innovasiya mərkəzinin xüsusi özəlliyi məhz mühəndislik, mexanika mühəndisliyi və eyni zamanda proqram təminatının hazırlanması, kiber təhlükəsizlik istiqamətində olan, təhsil alan, tədris alan tələbələrin öz fəaliyyətini burada göstərə biləcəklər və eyni zamanda məhz hər hansı bir proqram təminatının hazırlanması, onun mexaniki elementlərinin təmin edilməsi, prototipləşməsi və kiçik işlək məhsulların formalaşdırılması və bazara çıxışının təmin edilməsi istiqamətində bütün biznes proseslər və müvafiq ləvazimatlar bu innovasiya mərkəzində vardır. Azərbaycan İnnovasiyalar Mərkəzinin açılışı bizim kimi gənclər üçün böyük təsir göstərəcək, hansı ki bizim üçün daha geniş şəraitlər yaradılır, işləmə mühiti, maddi yatırım cəhətdən bizim üçün böyük geniş şəraitlər yaradılır. Hal-hazırda bizim üzərində işlədiyimiz robot Nikak Qarabağın robotudur, FRC robotudur, hansı ki First ailəsinin yarışıdır. Bu yarış hər il Amerikada keçirilir. Ölkənin ilk dəfə bu yarışı təmsil edən komanda bizim komanda olub, hər il təşkilimizi qoruyuruq. Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli çıxışında mərkəzin açılmasını yüksək qiymətləndirib. O, sənaye sahələrindən daxil olan tələbələrə uyğun yeni innovativ layihələrin icrasının universitetlər üçün, o cümlədən Azərbaycan Dövlət Neft Sənaye Universiteti üçün mühüm imkanlar yaratdığını bildirib. Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla İş şöbəsinin müdiri Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin konsepsiyası və fəaliyyət istiqamətləri haqqında təqdimatla çıxış edib. Daha sonra Azərbaycan Dövlət Neft Sənaye Universitetinin elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Dosent Elviz İsmailov universitetdə innovasiya ekosisteminin qurulması istiqamətində görülən işlər barədə geniş təqdimatla iştirakçılara məlumat verib. Tədbir çərçivəsində qonaqlar mərkəzdə fəaliyyət göstərən startap və innovativ layihələrlə də yaxından tanış olub və mövcud nümunələri yüksək qiymətləndiriblər.